dənə var, bir dənə ciri olsun, başqa heç nə istəmirəm səndən. Pul zat da istəmirəm, bir dənə ciri var. Vaxoşka, salam. Qoqoş, sən ölü qızdır. Valentin günün mübarək əzizim. Bu nədir ola? Adam bir panyatkası olar. Sep, duxu, nəsə normal bir şey gətirər. Sən bir dənə maskot çıxart baxım görüm, bəlkə heç oğlansan sən. Vaxoşka, ancaq toydan sonra. Allah yenə də toydan sonra. Nə oldu? Yala mən çatan elə toydan sonra. Çox da kurasan. Qaqaş, Valentin günü mənə necə giribsə, ola bilsin ki, mən heç axıra qədər oturmadım. Sən elə bilirsən mən ərə getmək istəmirəm. İstəmirəm. Biri xərçəng bürcüdür, biri işləmir, biri dadəni ayıra bilmir. Bu yaşa kimi necə gəlmisən? O gün toydaydım. Bütün xalalar gəlib mənə oğullarının şəkillərini göstərir. Elə bil toyda yox, tindirdəyəm. Qaqaş, indiki zamanda qız tapmaq çətindir. Timboli evli olanda sənə sağlıq var. Vaxoşka, mənə bir dənə özündən danış da. Tüklərimi görmürsən, lazeri yarın bu cür atmen edəcəm də, mənim tüklərimi biz eləmirsən. Danışım da balam özümdən. Özümün qız bürcüyəm, sentyabr qızındanam özdə. Yüksələnim şirdir. Mən bürclərə inanmıram. Davam elə. Cəhənnəmə inan. Hə, mən də belə özüm depressivlə qaqaşam. Bu sanda sən. Hə, nə olar ki, indi sənə görə indi ekslərin nə idi ki, şir idi görə. Vaxoşka, hamısı əqrəb idi. Əqrəbdirsə, onda qəşəng pivə ilə zakuska gedir. Dünən də 14 fevral idi. Allah məhəlləmizə 101 dənə roza gəlib. Allah 101 roza nədir? 101 dənə roza zərgər olsa daha yaxşı olardı. Sər qədrin zərgərdir, bilə bax. Sən heç indiyənə kimi 14 fevral keçirməmişəm. Çünki bütün sevgililərim 14 fevraldan əvvəl məndən ayrılıb. Biri deyir, nə bilim, bugün oyandım, sənə qarşı eyni hiss eləmirəm. Biri deyir, mən green card tutmuşam. Fevralın ortasında green card hardan unutmusan? Biri də deyəsən doğrudan öldüm. Arada darıxıram onun üçün. Bir də ki 101 niyə? Bunun kimsə 101 dalmatin, 101 domino, bəlkə telefon, ala bəlkə 5 daş, altda nəsə varsa oynayaq. Ha 101 bizlik deyil. Bizimki meyxanadır. Meyxanada da maksimum 22-dir, 25-dir qardaşım. Bir də 30-luq var. 30-luğu da 3 nəfər deyir. Onlara da 30 dənə lazımdır desinlər. Qaqaş, kişilər mütləq evlənməlidir. Çünki xoşbəxtçilik veçnə ola bilməz. Ala rozadan başqa şey tapmırlar almağa. 101 kurasan. Görürsən vaxt oynansa 101 dənə kurasan bəs eləyər. Özdə vanilli. Mənim yaşım başımda o deyil. Heç bu yaşıl başım da deyil də. Yəni mənə ancaq ciddi münasibət lazımdır. Yox sən mənə belə fırladma zat istəyirsənsə mən vuruluram da, yəni biləsən. Allah, məsələ orasındadır ki, heç oxşamırsan da. Ha sən gitsən, mən romantiklığımı görməmisən. Sən gör mən necə romantikam. Bir dənə buna bax sən. Gör bir dənə vuraq, səninlə söhbət eləyəcəm. Bir dənə bu nədir bu? Oba, gözəldir. Bir dənə burada da, bir dənə burada da, 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 burada da. Gəl, gəl. 1, 2, 3, 4. Oba, möhtəşəm. Bu bizə nədir? Petat. Dünən də 14 fevral idi axı. Bir dənə romantik tamaşa hazırlamışıq, bir gecənin nağılı. Sevgilim soruşur ki, bəs neyinirsiniz orada, mövzu nədir bəs? Mənim də qızla səhnələrim var axı. Dedim, heç nə, əl-ələ tuturuq, qucaqlaşmaq səhnəsi var, öpüşmək. Bir də maksimum axşam ola bilsin evə gəlmədi. Bu nədir? Viski. Vaxoşka, sənin fikrin heç xoşuma gəlmir. Xoşuma gəlmir, mən vuraram, minnətin olsun. Cəhənnəmə vur. Bugün hava çox yaxşı idi. Dedim, biraz çıxım gəzim, insanları görüm. Amma oğlanları gördüm, keyfim yenə pozuldu. Olar ki, hava yaxşı olanda çölə çıxmayasınız. Balaşqa, neyniyək? Vaxoşka, mən bir ideyam var. Bəlkə gedək pes basaq. Bax, real-sən söyüş var. Mən Barcelona fanatıyam. Allah qaqaş, bu kişilər, nə bilim ala, güclü olmalıdır, ailə saxlamalıdır, evi olmalıdır, maşını olmalıdır, cross qaçmalıdır. Ala mən bu qədər şeyləri necə eləyim? Mikail Cabbarovam mən. Mənim də adım Aydındır axı. Meyxana dalınıma yazılıb. Aydın Xırdavanlı var. Allah rəhmət eləsin. Aydın Sani var. Beşbatanlı var. Siyəzənli var. Mən də Aydın 5-ci. 5-ci element. Həkim də o gün mənə dərman yazıb. Deyir ki, hər dəfə yemək yeyəndən sonra atarsın. O qiymətə dərman alandan sonra yeməyə pul qalar. Əslində məndən sevgili olmaq o qədər də çətin deyil. Kriteriyalarım hamısı hazırdır. Xarici dil biliyi olsun, işi gücü olsun, finance olsa daha yaxşı olar. Schengen vizası olsun, xaricdə yaşaması üstünlükdə, amma long distance çox vaxt alınmır. 1.80 boyu olsun, sarışın olsun, mavi göz olsun, mama uşağı olmasın, ailəsindən ayrı yaşasın, aeroportdan aparıb gətirsin məni. Çünki mən çox gəzirəm, sonra necə qayıdacağam? Samolyot sürməyi də bilsin, yaxşılar
istərdi ki, məni özü aparıb gətirsin, amma yenə də. Tarix haqqında bilikləri də olsun, arada mənə boş-boş məlumatlar versin. İdmana da getsin həftədə 3 dəfə, yeməyinə fikir versin, geyiminə fikir versin, mahnı oxumağı da bilsin. Cello da çala bilsə çox yaxşı olar. Qış bir dənə şotu verərsən də zəhmət olmaz. Balaşqa, bizim aləmdə bir dənə belə qanun var ki, kim görüşə çağırırsa, şotu da o verir. Aləm qalxsa səni məndən almağa, hamından alaram, götürürəm səni. Getsən də dünyanın sonuna qədər, konuma tarxonca ötürürəm səni. Amma konum da düz atdı. İkisini sən müəllimənin danlatmısan, başqa bloqa girmişəm. Əslində bir oğlan var idi, çox yaxşı idi. Bəlkə də ideal sayılardı. Amma bir dəfə mənə hədiyyə almışdı. Üstümdə şəklim olan bir çaşka idi. İsti suda tökürdün, şəklim çıxırdı. Şəkil də o qədər çirkin idi ki, yəni axırda ayrılmalı oldum. Mən yoldaşımdan uşaqlarla görüşmək üçün icazə almıram. Bilirsən niyə? Hala çünki bilirəm olmaz da. Şəhərdə də yenidən qurma işləri gedir. Bilmirsən, qız qalasıdır ya gedəsidir. Eksim yazıb. Deyəsən barışmaq istəyir. Bu gün ayın 15-dir, normaldır. Nəysə mən getdim. Maşı, xoşbəxtliyə qafiyənin bədbəxtliyi olan yerdə sevgililər günü nə deyir? Sən bilirsən də, İngiltərədə viskinin bir şatı 10 penidir. Mənim şatımı ver, mən çıxım gedim. Biraz da çox verim onu. Çox verməz. Bəs demişdim. Ay, Yusuf keçir.